Salam, hörmətli izləyicilər. Bugünkü videomuzda Bakı metropolitenində baş vermiş texniki nasazlıq barədə rəsmi məlumatları paylaşacağıq. Bugün 21 aprel 2026-cı il saat 12:10 radələrində metro xəttinin Ulduz və Nərimanov stansiyaları arasında təmas reysində yüksək gərginliyin verilməsində nasazlıq qeydə alınıb. Təhlükəsizlik hər şeydən önəmlidir. Ona görə də Bakı metropoliteni QSD dərhal tədbirlər görüb. Ulduz və Nərimanov stansiyalarında sərnişinlər təhlükəsiz şəkildə təxliyə olunub. Bütün metro stansiyalarında girişə müvəqqəti məhdudiyyət qoyulub. Qatarların Nərimanov-Əhmədli istiqamətində hərəkəti məhdudlaşdırılıb. Rəsmi açıqlamada xüsusi vurğulanır ki, metro əməkdaşları və sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur. Hazırda mütəxəssislər problemin aradan qaldırılması və gərginliyin bərpası üzərində intensiv iş aparırlar. Nə etmək olar? Şəhər daxilində hərəkət etmək lazım olanlar alternativ nəqliyyatdan istifadə etməlidirlər. Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə əlavə avtobus reysləri təşkil edə bilər. Taksi və ya digər vasitələr də seçim ola bilər. Hörmətli sərnişinlər, belə hallarda ən vacib məsələ təhlükəsizlik və dözümlülükdür. Rəsmi yeniləmələri Bakı metropoliteninin rəsmi saytı, Instagram və ya etibarlı xəbər portallarından izləyin. Bu cür hadisələr metro kimi mürəkkəb sistemlərdə nadir hallarda olsa da baş verə bilər. Əsas məqsəd sərnişinlərin təhlükəsizliyini tam təmin etməkdir. Videonu bəyənməyi, şərh bölməsində suallarınızı yazmağı və kanalımıza abunə olmağı unutmayın. Yeni yeniləmələrlə tezliklə görüşənədək təhlükəsiz günlər arzuluyuram.